Salam axşamınız xeyir olsun. Günahs TV-yə baxırsınız. Studiyada Aynur Sahid, əvvəlcə əsas xəbər başlıqlarına qısaca nəzər salaq. Sayınqalada Çillə gecəsi mərasiminə görə cəza. Xarici İşlər Nazirliyi bütün sanksiyaların ləğvi ilə bağlı iddialara cavab verdi. Benyamin Netanyahu Trampa İrana zərbə planlarından danışacaq. İsrail Birləşmiş Ştatlardan Suriyaya qarşı sanksiyaları ləğv etməməyini istəyib. PKK silah və qüvvələrini İrana ötürür. Gülərdən açıqlama. İndi isə daha ətraflı. Qərbi Azərbaycan əyalətinin Sayınqala şəhərində Çillə gecəsinin keçirilməsinə icazə verilməyib. Bu haqda yerli mənbələr məlumat yayıb. Məlumata görə mərasimi təşkil edən Yağış restoranının fəaliyyətinə qadağa qoyulub. Çillə gecəsi mərasiminin İslam inanc və qaydalarına zidd olduğu iddia edilib. Davam edirik. 12 günlük müharibə dövründə ABŞ-nin İrana qarşı bütün sanksiyaları ləğv etmək barədə təklifi yalandı. Bunu İran Xarici İşlər Nazirliyinin mətbuat katibi İsmail Bəqayev brifinqdə deyib. O, bu cür iddiaların tamamilə yalan olduğunu və heç bir əsasın olmadığını bildirib. Qeyd edək ki, bundan əvvəl ABŞ-də bəzi media orqanlarında İran və İsrail arasında müharibə dövründə rəsmi Vaşinqtonun İrana müəyyən şərtlər müqabilində bütün sanksiyaların ləğvini təklif etdiyi ilə bağlı xəbərlər yayılmışdı. İran BMT-yə üzv dövlətləri və Atom Enerjisi üzrə Beynəlxalq Agentliyi 12 günlük müharibə dövründə özünün nüvə təsisatlarına edilən hücumu qınamağa çağırıb. Bu barədə İran Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri İsmail Bəqayev mətbuat konfransındakı çıxışında danışıb. İran nüvə silahlarının yayılmasının qarşısının alınması müqaviləsinin üzvüdür və öz öhdəliklərinə əməl edib. Ən çox yoxlamalara məruz qalan ölkə olub. Buna görə də hər hansı bir böhranın yaranması üçün əsas yoxdur deyə Bəqayev bildirib. O, İsrail və ABŞ-nin İranın nüvə obyektlərinə qarşı atdığı addımların hələ də qınanmadığından narahatlığını bildirib. Bu pisləmə BMT-yə üzv dövlətlər və Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin baş direktoru tərəfindən həyata keçirilməlidir. İsrailin baş naziri Benyamin Netanyahu Trampa İrana zərbə planlarından danışacaq. Bu barədə NBC News mənbələrə isnadən məlumat yayıb. İsrailin baş naziri Benyamin Netanyahu ABŞ prezidenti Donald Trampla İrana təkrar zərbələr endirmək planlarını müzakirə edəcəyi qeyd olunub ki, dekabrın 29-da Floridada keçiriləcək görüşdə Netanyahu İranın raket proqramının və nüvə obyektlərinin bərpasının sübutlarını təqdim etmək niyyətindədir. İsrailin baş naziri Benyamin Netanyahunun komandası sanksiyalar ləğv edilməzdən əvvəl ABŞ prezidenti Donald Trampın müşavirləri ilə əlaqə saxlayaraq Suriyaya qarşı sanksiyaları ləğv etməməyə inandırmağa çalışıb. Bu barədə İsrail Dövlət Televiziyası Kan İsrail rəsmilərinə isnadən məlumat yayıb. İsrail tərəfi bundan gələcək danışıqlarda təsir gücü kimi istifadə etməyi hədəfləyib. Lakin bu tələb ABŞ tərəfindən qəbul edilməyib. Qeyd edək ki, bir müddət əvvəl ABŞ Senatı 2019-cu ildə qəbul edilmiş və Suriya sanksiyaların tətbiqini nəzərdə tutan Sezar qanununun ləğvini də əhatə edən 2026-cı il ABŞ müdafiə büdcəsini təsdiqləyib. Birləşmiş Ştatlar Senatı tərəfindən qəbul edilən qanun layihəsi prezident Donald Trump tərəfindən Ağ Evdə qapalı mərasimdə imzalanıb və beləliklə də Suriyaya qarşı sanksiyalar rəsmi olaraq ləğv edilib. Birləşmiş Ştatlar prezidentinin xüsusi nümayəndəsi Steven Witkoff Florida ştatında Rusiya və ABŞ arasında Ukrayna mövzusu üzrə keçirilən məsləhətləşmələrin məhsuldar və konstruktiv olduğunu bildirib. Witkoff bu barədə X hesabında yazıb. Onun sözlərinə görə Floridanın cənubunda baş tutan danışıqlarda Rusiya nümayəndə heyətinə prezidentin xüsusi nümayəndəsi Kiril Dmitriyev rəhbərlik edib. Son 2 gün ərzində Floridada Rusiya prezidentinin xüsusi nümayəndəsi Kiril Dmitriyev ABŞ nümayəndə heyəti ilə Ukrayna üzrə sülh planının irəlidilməsi məqsədi ilə məhsuldar və konstruktiv görüşlər keçirib deyə Witkoff qeyd edib. O əlavə edib ki, danışıqlarda ABŞ tərəfindən prezidentin kürəkəni Jared Kushner və Ağ Evin əməkdaşı Josh Greenbaum da iştirak ediblər. Xəbərlərimiz davam edir. PKK silahlarını yerə qoyacağını elan etdikdən sonra Şimali İraqdan İrana qüvvə, silah və sursat köçürməyə cəhd edib. Bunu Türkiyənin Müdafiə naziri Yaşar Gülər deyib.
Türkiyə bu hərəkətlər barədə Tehranı davamlı olaraq məlumatlandırıb və İran da buna qarşılıq olaraq bu ünsürlərə qarşı əməliyyatlar həyata keçirib deyə nazir əlavə edib. İsrail-İran müharibəsinə toxunan Gülər həmçinin bildirib ki, bu münaqişə zamanı İrandakı PJAK terror qruplaşması ilə əlaqəli qüvvələr İran rejiminin zəiflədiləcəyi və ya devriləcəyini düşünürdülər. Ancaq bu ssenari gerçəkləşmədikdən sonra İran PJAK-a qarşı əməliyyatlar keçirdi və qruplaşma ağır itkilər verdi. Belə hörmətli tamaşaçılar, bu saata çatdıracağım əsas xəbərlər bunlar idi. Görüşmək ümidi ilə salamat qalın.